Çox bir vaxtda qalmışam. Amma Salam aleyküm, əziz və hörmətli dostlar, xoş gördük. Mən bu günləri vaxtı qaçırmışam və doğrusunu desəm, oturmuşdum, gözlürdüm ki, saat 2 olsun bizim vaxtla eləyə bilim. Bir onu gördüm ki, vaxt geçibdi. Əziz dostlar, yenə də bir ayrı fürsət oldu ki, kitab oxuyaq. Bu günləri sümürgə portresi və sümürgəçinin əslində portresi və sümürgələşdirilənlərin portresi adlı kitabı oxuyaq. Sümürgə istemardır, sümürgəçi istemarçıdır, sümürgələşdirilən də müstəmirədir. Müstəmirə həm insanın fikri düşüncəsidir, həm də müstəmirə olur, həm də vətəni toprağıdır və imkanlarıdır. Ərz eləyim ki, bu kitabdan 57-ci səhifənin son paragrafından başlayacağım oxumağa. Bugün çalışacağım bu fəsli qutaraq və gələn fəsli sabahları başlayaq. Məncə, çox gözəl bəhslər gələn fəslidə olacaqdır. Bunu oxudum, gələn fəslin birazını oxudum, çox mənə yapışdı. Görək ki, daha necə olacaqdır. İcazəsinə mən bu səhifəni çıxadım və bu iki səhifəni ilə çıxarsam məni görərdi. Bu ünlü xəlifə ilə bu iki səhifədən başqa bir şey oxumayacaq. Kitabı yazan Albert Memmidir, Tuneslidir. Və bu kitab çoxlu millətlərin oyanışında, istiqlalında mühüm və önəmli yer alıbdır. Son paragraf 57-ci səhifənin son paragrafında deyir ki, siyasal istənci sözü taza sözdür. Mən bunu Google-də axtardım. Taza bir sözdür. İstəməkdən gəlir əslində. Amma mənim üçün taza idi. Yəni bu tərkib haləti vardı. İstənci. Siyasal istənci dərin bir çatlağın kəndi çəlişkilərinin açısını çəkər. İstənci istəmək. İstəməkdən gəlir. Qəsdidir. Əmdidən bir şey. İndi siyasi olaraq bir istək ki, siyasidir. Məsələn, bizim milli hakimiyyətimizi, milli dövlətimizi qurmaq bir siyasi istəkdir. Ana dilimizin rəsmi olması bir siyasi istəkdir. Dostlar, bunu onlar çıxadın ki, deyirlər. Çünki bir dövlət əgər bir şeylə müxalif... Baxın, siyasətə bir anlam verək. Nə mənə siyasidir, nə mənəsə. Hər o şey ki, dövlətin çərçivəsindən keçir siyasidir. Çünki dövlət özü bir siyasi varlıqdır. Hər nə onunla ilgili ola, o onu rədd eləyə, ya qəbul eləyə, ya bir şərtlər qoya, o siyasi deməkdir. Əgər bir dili dövlət rəsmi elirsə, siyasiləşdirdi. Əgər bir dili rəsmi eləmirsə, siyasiləşdirdi. Bu iki biri də bizə deyir, türk dilin siyasi eləməyin, bu bir yalan oyundur. Hər halda, siyasal istənci dərin bir çatlaq. Çatlaq da bilirik də, hər nə çatlasa, ona çatlaq deyərlər. Çatlaq, farsca şikaf deyirlər. İndi bu onu deyir ki, dərin bir çatlağın içində kəndi çəlişkilərini, kəndi özünün, kəndi, yəni mən özümün məsələn, kəndimin çəlişkilərimi, o şey ki, məni burada bir-birindən təzadlı yaşıram ha. Bir tərəfdən İrancıyam, bir tərəfdən Azərbaycancıyam, bir tərəfdən bir türk sərbazı İran yolunda öləndə onu türk şəhidi bilirəm falan. Bunlar çəlişkidirlər. Bunlar mənim içimdə bir-biri ilə cür gəlməyən bir şeylərdir. Acısını çəkər, acısını çəkər. Hər halda bu içindəki siyasal durumun, çəlişkilərin acısını çəkərsiz. Çəkərəm mən.
Bəziləri çəkməzlər, bəzən bunu düşünməzlər. Bir siyasi qrup oluşturmaya girişsə, zaten solcu sümürgeci olanların ya da kararsızlık içinde duran ne sümürgeci ne sümürge insanı olan diğer dönəklərin ilgisini çəkər yalnızca. Deyəcək, belə bir adam ki, danışırdıq bəhsimiz nə üstündə bir sosyalist, bir sol, bir komünist adamın üstündə danışırıq ki, millətçiliklə müxalifdir. İndi diqqət buyurun, İranda Farslar da millətçiliyinə müxalifdir. Pan-İranistlər də millətçiliyinə müxalifdirlər. Pan-Farslar da millətçiliyinə müxalifdirlər. İndi burada nə deyir? Deyir ki, belə bir adam. Bunlara dedik sümürgəçi də. İranda hər kəs ki, dövlət kariməndidir, istər-istəməz sümürgəçidir. Türk olur olsun, ərəb olur olsun, bəlut olur olsun. Bunların bəzisi türkçülük də eləyə bilər. Amma bu geridə sümürgəçidir. Çünki dövlətə işlir. Dövlətin siyasətlərini aparır qabağa. İndi deyir ki, bir siyasi grup istəyə qura bu adam, siyasal grup ulaştırmaq, yəni qurmağa, düzəltməyə çalışsa, girişmək, yəni bir işə dərgir olmaq, girişmək. Buradan nəzərə gəlir ki, gir sözü ki, farsda da vardı, bu türkçədir. Çünki gir el özü, yəni bir şeyə girmək da əmridir. Girdadən, gir vermək. Bu dadəni farscadır, amma gir özü türkçədir. Bir şeyə girmək. Yəni məsələn girdadən, yəni bir şeyə bir sözə girirsiniz, bir fikrə, bir düşüncəyə, bir rəftara girirsiniz. O onun xoşuna gəlmir. Buna deyirik gir vermək. Yəni girib ora əziyyət verir. Farsca deyirlər girdadən. Biz onu tərcümə eləyəndə gir vermək elə bir ki, məsələn bir yanlış kəlmədir. Gir vermək yoxdur türkçədə. Əgər bir nəfər belə bir adam, pan-İranist, pan-Fars, İrancı bir adam gələ, istəyə bir dənə qrup düzəldə, bir hizb, bir təşkilat düzəldə, girişsə ona, zaten solcu, zaten öz tipindən adamları çəkər ora. Zaten solcu olsa solcu, İrancı olsa İrancı, hər nə olsa onu solcu sümürgəcini olanların ya da deyir ki, ya onlar ki, solcu sümürgəçidirlər, onlardan olanları cəzbələr. Ya da kimi? Ya da qərarsızlıq. Bir iddiamlar var ki, qərarsızlıq dostlar, qaralsızlıq. Qararsızlıq olur o adamlar ki, təsmin tutanmırlar. Biz Azərbaycanlıyıq, Türkük ya Azəriyik. Bunların içində gedirlər, gəlirlər. Hərdən deyir Azəri, hərdən deyir Türk. Bunlar qərarsızdılar. İran, Azərbaycan bunun arasında gedir gəlir. Bunlar qərarsızdılar. Qərarsızlıq içində duran insanları bu hizbət ya partiyə dəvət elərlər. Nə sümürgəci, nə sümürgə insanı olan digər üzrə, mən burada bir şeyi qaçırtmışam. Zaten solcu sümürgəci olanların ya da qararsızların içində duran onlardan nə sümürgəci, yəni istemarçı, nə də sümürgə insanı olan, müstəmirə olan insanlar, sümürgə insanı olan, sümürgə bizim torpaqlarımız və özümüzün beynimiz olan digər dönəklərin, onlardan dönən, tövbə eləyənlər, dönək dedik ki, tövbə eləyənlər, dönəklər o adamlar ki, dönüblər bir düşüncədə. İlgisini çəkər yalnız. Deyir ki, sümürgə insanının da fikrini çəkənməz. Bir dənə istəyir, bir dənə İrancı şey qursun, hizbi qursun, ya solcu. Öz dövrəsində olan ya qərarsız adamları ora çəkə bilər. Yoxsa sümürgəçini də çəkə bilməz, sümürgələşdiriləni də çəkə bilməz o hizbə, o partiyə. Yəni, hər kəs öz dərdinə görə qruplaşır, toplaşır və biz Azərbaycanlılarında özümüzün dərdimiz var, amma mütəəssifanə hizblərimizə sahib çıxmırıq və sahib çıxmırıq onların əleyhinə hücum da edirik. Bu da genidə pan-İranizmin
totələrinin dalısıca. Yəni onlar bizi brainwash eləyiblər, biz öz hizbilərimizdə müxalifət edirik. Bizim mənafeyimizi axtaran hizbilərinə müxalif. Niyə çağırdı, niyə çağırmadı? Çağırsa bir dərd, çağırmasa bir ayrı dərd. Çağırır, millət çıxır, bir dərd, çıxmır, min dərd. Yəni, məsələn, filan kəs çağırıb ya filan kəslər çağırıblar, gəlin rahpeymalıq eləyək, etirazımızı bilindirək. Adamlar çıxırlar, biri də deyir ki, ağa, niyə çağırdı, çıxdılar, tutuldular, asıldılar, kəsildilər, zindana getdilər, uşaqları qaldı, böyükləri qaldı, Azərbaycan hərəkatı dalıya gedir, tanınırlar, tutulurlar. Elə ki də çağırmırıq, deyil, niyə çağırmırlar, niyə hərəkət eləmirlər, niyə yatıbdı, niyə durubdu, niyə yuxuda qalıbdı, niyə hərəkət yoxdur? Bizi bu cürsə bölüblər. Yəni, içəridə insanlarımız qərar verənmir. Biz neynəmək istirik? Və eşikdəki partiləri tuturlar ki, canların dişlərini alıblar, qaçıblar eşikdə. Mən bir nəfərin yazısını görmədim, səsinə qulaq astım. Bilirsiniz, mən normalda heç kəsin haqqında danışmaram. Yəni, heç kəsi təyid eləmərəm, rədd eləmərəm. Çünki siyasi adamlar diri-dilər özləri bilərlər. Mənə rəbti yoxdur ki, mən onların vəkilləri deyirəm. Mənə deməyiblər ki, sən mənim məsul rəvabitumumsan, məndən difə eləyəcəksən, mən də sənə bir belə pul verəcəm. Mən o heç kəsə işləmirəm. Mən müstəqil bir adamam. Ac da qalsam müstəqilləm, tox da qalsam müstəqilləm. Günazda da istirdim istiqlalımı. %90 qorurdum. %10 bəlkə qorumurdum, amma %90 qorurdum. Və Günazda olmayanda da Günaza həman ehtiramım vardı ki, Əhməd bəy cənablarına həman ehtiramım var. Çox dişlirdi. Necə ki, Döktür Çehriqaniyə həman ehtiramım var, o birisinə həman ehtiramım var. Döktür Çehriqaninin haqqında ən böyük yazılan məqalə mən yazdığımdır. Əhrarda bunu o zaman ki, İranda mühakimə edirdilər, Cələsə mühakiməsində 5 dənə, 3 dənə xəbərnigar getmişdi, biri də mən idim. Mən onu yazdım və çap elədim. Amma bu buna deyil ki, mən onlardan da ifadə. Amma adam gəliblər istəyir adamı təxrib eləyərlər. Mən istəmirəm canım. Adam qaçıbdı, gedibdi Türkiyədə saxlamayıblar, ötürüblər, Amerikaya gedibdi, Amerikada da hamı gedir Amerikaya, amma Amerikada yaşayan nerede yaşamır, o ağa kimi yaşır. Dostlar, hər kəs İranda dərs oxuyubdur. Onun dərsi eşikdə dərdi dəymir. Xüsusən biri gedibdir fars dilində ədəbiyyatda döşkürü alıbdır. Biri mənə tay qəzetçi olub, biri gedib hüquq oxuyub. Bunlar gələndən sonra bura gərək xaricərçilik eləyələr. Gedələr əməliyyatçılıq eləyələr. Mən burada döşküralar tanıyıram ki, taksi sürürlər. Treli sürürlər. İradı yoxdur ya. Yəni yaşır adam deyir ki, mən eyni halda da vaxt qoyur, gəlir evində ya işinə getmir. Məsələn, bu gün $100 alacaqdır, $150, $200 alacaqdır. Getmir onu da alacaq. Deyir ki, mən bu günləri oturacaqam millətimlə 5 kəlmə danışam. Deyəm ki, mən nə cür düşünürəm. Amma bizim insanlarımız üçün brainwash olmuşuq. Nə edirik? Niyə bunu dedi? Niyə olmadı? Niyə? Ağa, hizblər hər dəfə çağıranda dünyada çıxmazlar eşiyə ki. Dünyanın heç yerində çıxmazlar. Bizim də ki, hizbimiz içəridə rəsmiyyətdə deyil çıxa. Yəni, içəridə İran dövləti icazə verirsə, əgər filan hizb orada şöbələrin qursun, tamam şəhərlərdə, üzvlərin alsın, heç olmasa o üzvlər çıxarlar eşiyə. Amma yoxdur. Yoxdur. Və mütəəssifanə, paniranisti fikir bu cürdür ki, məsələn, istirdilər ki, qoymayalar adamlar çıxsın eşiyə. Mən 2 dana şeyi bunları deyim, ürəyimi boşaldım. O qədər məqalə yazdılar ki, ağa bunları Xumeyni ölübdü, səhər filan kəs ölübdü, bir gündə filan kəs ölübdü. Yəni millətə deyirlər ki, nirular amadə başladı falan. Millətə deyirlər, çıxma eşiyə, çıxsan vuracaqlar. Bu, müstəqim, qeyri-müstəqim İran hakimiyyətinə xidmət eləməkdir. Hər nə adı altında olur olsun. Mən adamlardan ad səhmirəm. Mən fəqət fikir, düşüncə səthində danışıram. Bu biri. İkincisi bu ki, bir nəfər şahın oğlu danışıbdır. Ağa, bizim yazarlarımızın tamam düşüncəsi budur ki, bu nə yazıbdır, nə danışıbdır. Yəni, o qədər ki, biz bunu tənqid eləyərək, üstündə işləyirik, bunu millətimizə tanıtdırırıq, o qədər Azərbaycan haqlarını tanıtdırmırıq. Mən baxıram, geçən günlərdə, məsələn, 50 dana türk adam məqalə yazıbdır Pəhləvinin sözləri ya baxış haqqında.
O halda ki, sən Pəhləvi və Pəhləvinin baxışı, əslən bizim məsələmiz dəyişir. Əslən biz gələk bunu bəhs eləməyək. Çünki əslən o, baxın, elə bilin ki, biz deyək ki, İsrailin rəhbəri nə deyibdir? Bizə nə deyibdir? O zaman ki, bizə görə danışmayıbdır, bizə əslən ilgisi yoxdur. Pəhləvinin bizə rəbti yoxdur. Biz əslən ki, onu tartışmayaq. Çünki o adamlar bunu tartışarlar ki, İrancıdırlar. Biz əslən o zaman ki, yolumuzu ayırdıq, dedik, mən türkəm, müstəqilləm, azadlıq istəyirəm, dövlət qurmaq istəyirəm, onda riza olmasın, qulam olsun, danışsın. Hər şey olur, danışsın. Mənə nə? Mən enerjimi, vaxtimi onun tövcih eləməsinə, onun rədd eləməsinə qoymamalıyam. Çünki mənim bir millətim var, mən millətimin dərdi ilə, müşkülü ilə bağlanmalıyam. Bu iki dana məni çox əziyyət edir. Doğrusunu desək, yəni, dostlara da yalvarıram, gəlin şey eləyək, kitab oxuyaq. Görək dünya nə cür geçib bu yolları. Biz də o yolu geçək. Baxın, dünən dostların biri məqalə yazıb ki, fikri dövlətlər saxlarlar. Xeyr, dövlətlər brainwash elərlər. Diqqət bu, dünyanın hər yerində, Amerikada, Kanadada, filanda, bəhmanda dövlətlərin gizli sistemləri vardır ki, tamam, insanların zehnin brainwash elirlər, sonra təlim, tərbiyyətdə, mədrəsədə, danışıqda insanların beynin brainwash elirlər. Radio, televizyonlar, bunlar brainwash məsələsidirlər. Amma dostlar, baxın, bu dövlətlər bundan artıq bir iş görməzlər. Dövlətdə taza fikir gətirməzlər. Kanadada, baxın, mənim oğlum burada Kanadada anarşist qruplarından idi. İndi daha deyil, qabaqcan anarşist qruplarından idi. Anarşist özü də çox da ağıllı anarşistdir, çox da kitab oxuyan anarşistdir, çox da təhlil edən anarşistdir. Bunlar özləri, məsələn, hər neçə nəfərdə bir şəhərdə dururlar orada, hər həftə bir gün kitab oxurlar. Hər həftə bir gün otururlar, toplanırlar ha. Toplanırlar bir yerə, bu kitabdan oxurlar. Sürətlə. O 10 nəfər ki, məsələn, deyək, anarşistlər özləri bir dənə mədrəsə açıblar. Bir dənə evdə oturublar, həftədə bir gün, 2 gün adamlar gedir orada, anarşismə görə 1 nəfər, 2 nəfər gəlir orada danışır. Bilələrlə. Yəni, istəyirəm bunu deyəm. Dünyada dövlətlər fikir yaratmazlar. İnsanlar yaratarlar. İnsanlar gedib bunun dövrəsində toplanarlar. Biz mütəəssifanə oturmuşuq ki, İran dövləti bizə mədrəsə versin. İran dövləti bizim dilimizi rəsmiyyətə tanısın. Ağa, sən İran dövləti səni rəsmiyyətə tanımayan yerdə sən ondan istədiyin şey rəsmiyyətə tanımaq da onu. O səni tanımırsa, sən də onu tanımayacaqsan. Əgər Pəhləvi səni tanımırsa rəsmiyyətə, sən də onu tanımayacaqsan. Əgər o sənə deyirsə qəbilə, sən də onu deyəcəksən, sən əşirəsən. Amma biz tartışırıq bu adamın mozeyin. Elədir, bil. Ağa, bu bizim məsələmiz də biz onu tartışırıq. Hər halda kitabımıza dönək. Asla çox sayda sümürgeci kəndinə çəkməyi başarmayacaqdır. Deyir ki, əsla belə bir adam çox sümürgəci adamı, hətta kommunistləri də çox sümürgəcini, yəni farsları ya dövlətə işləyən sistemdən öz hizbinə, qrupuna çəkə bilməz. Bunu da o şeydən oxuduq və bildik ki, belə bir düşüncə gətiribdir bu adam ki, hər kəs öz fikrinə yaxın bir insanlarla qruplaşar. Çünki onların çıxarlarına və duyğularına fazlasıyla saldırmaqdadır. Çünki, diqqət buyurun, niyə onlar gəlməzlər, bizim məsələn panfarslar bizə yaxınlaşmazlar, pan-İranistlər bizə yaxınlaşmazlar. Niyə? Deyir, çünki onların, bizlər onların çıxarlar mənafi. Türkçəsi mənafidir. Dəqiqən termin siyasətdə işlənir, mənafi milli, burada da milli çıxar, ulusal çıxar da əslində. Deyir, çıxarlarına və duyğularına, onların ehsaslarına da biz həmlə edirik. Həm mənafeyinə, o zaman ki, sən süngün müstəqil olmalıdır, mis karxanaları Azərbaycanda qurulmalıdır, təhcə mis mədəni müstəqil oldu, nə anlamı var? Buranın o zaman anlamı var ki, bunun nə mənəci karxanalar bundan işlirdilər, onların hamısı Azərbaycanda qururlar. Və bu, burada sənətə çevrilir və biz bunun sataq. Yəni, baxın, məsələn, mədəndə deyək ki, 2000 adam işlir.
Karxanalarda neçə min adam işləyir? Məsələn 100 min. O 100 min nəfər Azərbaycan torpaqlarında işləsə, 100 min nəfər qeydər gələr Azərbaycan torpağına. Amma onu qoymayacaqlar. Bu standardı da, nümayəndəsə, oyda buyda müstəqil olsa onu qoymayacaqlar. Çünki onların mənfəəti oradadır. Onlar o qazancı oradan alırlar. Yoxsa əgər biz misi sataq, onlar nəfti neçəyə bizə satırlar? Nə cür qiymət, dünya qiymətinə satırlar, biz də o qiyməti onlara sataq. Mis dünyada nə qiymətdədir, biz də onlara sataq. Azərbaycanda onlara satsın. Görək ki, nə cür olacaqdır. Yox, o çıxarları və duyğuları biz onların paniranizmlə, panfarsizmlə, tarixi ilə, kurşi ilə, filan ilə müxalifət edirik. Duyğuları ilə fazlasıyla, yəni çox belə ifrati vəziyyətdə saldırmaqdadır. Onlara həmlə edir. Saldırmaq, həmlə eləmək, hücum eləmək. Həmlə və hücum ikisi də ərəbcədir, türkcəsi saldırmaqdır. Sümürcə insanlarını da kəndinə çəkməz. Sümürcə insanı, yəni türkləri, müstəmirə insanların da özünə çəkə bilməz o hizbi quran. Niyə? Görək niyə? Çünki belə bir durumda böyük popülər etkisi olan bir partinin bu insanlardan çıxması ya da onlara yönəlməsi gərəkir. Deyir, çünki əgər belə bir popülər, yəni millət tərəfdar ola ona, çox adam popülər, populisti də deyirlər ha, yəni əvam milləti özünə çəkmək. Biz qərəyaxa deyirik da, türkçə qərəyaxa. Bizdə bu popülərin yerinə desək qərəyaxa daha yaxşıdır. Deyir ki, çünki belə bir durumda, belə bir hizbi quranda böyük popülər etkisi olmaq üçün, bir partinin olması üçün, deyir ki, böyük bir parti qurasan ki, onun millət üstündə çox təsiri olsun, təsir ərəbcədə, etki türkcə, deyir ki, olsun, deyir bunun üçün çıxması ya da, yəni onların içindən çıxmalıdır bu hizb. Ya partinin bu insanların içindən çıxması, ya bu insanların özündən bir dana hizbi düzəliləcəkdir, buna görə ki, ümumi ola, ya da onlara yönəlməsi gələcək, ya da ki, onlara tərəf axması gəlir, onların tərəfinə əyilməsi gəlir. O, molla qəşq eləyəndə mənbərdə qəşq elirmiş xanımların tərəfinə. O cüzü. Bu gərək millətə tərəf qəşq eləyə. Dövlətə tərəf, panfarslığa tərəf, İranismə tərəf yox. Görürsünüz ki, burada bir milli partinin qurulmasına nə bir şey gətirir. Yönəlməsi gərəkir. Hər hangi bir inisiyativ almayı, inisiyativ içəridə bir duyğudur ki, onun üzrə bir iş görürsünüz. İbtikarı əməl, ərəbcə. İbtikarı əməl. Deyir, hər hangi bir inisiyativ almayı, örneğin bir görəv, bir grev başlatmayı becərməz. Deyir ki, bu solçu adam, ya paniranist, ya panfarsist ki, Azərbaycanda ya hər yerdə yaşır, dövlət işçiləri, deyir bu, bir inisiyativ ala bilməz, bir ibtikarı əməl qura bilməz. Bir bu. İkincisi nədir? Bir örneğin, bir misal üçün. Onlar aclıq, grev, dostlar, aclıq, etisab, qəza. Etisab da ərəbdir, qəza da ərəbdir, etisab, qəza ərəbdir, farscada işlənir. Biz bunun türkçəsi qrevdir. Grev. Grev başlatmayı becərməz. Deyir, hətta bir aclıq belə başlasın, onu başarmaz. Baxın, bizim indi Abbas Lisani olsun, Əli Rza Fərşi olsun, nə bilim, o birisi dostlarımız olsun, qədimki taza. Yəni, mənim yadıma gələn əvvəlin siyasi ki, etisab qəza eləyibdir, Dörtgür Sehriqanlı idi. Fikrim, ikinci etisab qəza eləyən də mən idim. Ondan sonra da elə dostlar bu cür etisab qəza eləyiblər, Həsənlər, Ficillər, o yeni camah qrupları etisab qəza eləyiblər. İndi deyir ki, pan-İranist, pan-Fars ya solçu ki, gəlib deyir, mən Azərbaycanla yaxınlaşmıram, deyir, bunlar ya hizb quranmazlar, hizb qursalar da inisiyativləri, bu millət ona qoşulmaz və inisiyativləri olmaz. Yəni, bir iş başlaya bilməzlər.
Nəyi deyir ki, bir aclıq aksiyası apara bilməzlər. Aclıqla heç kəsə zərəli yoxdur, dövlətə zərəli yoxdur. Bunlar etisab da eləyə bilməz ki, biz bu gündən idarələrdə işləməyəcəyik. Bunu eləyə bilməzlər. Mütləq gücsüzlüyünü dışsallığını həmən fark edər. Deyir ki, elə həmən, yəni o hizbi qurandan biraz sonra mütləqa, hətmən əvvələn bilər ki, gücsüzdür. Millət bundan himayət eləmədi. Mütəəssifanə biz də bunu görürük ki, içəridə gücsüzlük. Bu bir həqiqətdir. Bizim millətimiz 4 kərə qətl-ama məruz qalıbdır, qətl-am şəraitində yaşır. Hizbilərimizə icazə verilmir, içəridə çalışsınlar, təlim, tərbiyyət versinlər, kadr yetiştirir. Dostlar deyirlər, hizblər niyə kadr yetişdirmir? Kadrı o yerdə yetişdirirlər ki, orada sən eləyə bilərsən, hizbi qurasan. Biz içəridə hizbi quranmayəndən sonra eşikdə bu dərdə dəyməz. Deyir ki, pəs, əvvəl gücsüzlüğünü görərlər, ikincisi diş sallığını həmən fark edirlər. Bir də görürlər ki, bunları atdılar eşiyə, diş sallı, bunları dış etdilər. Dış etmək, yəni içəridən atdılar, özgə bildilər, atdılar eşiyə. Bunu fərq edər, bunu baş tapar. Fərq etmək də düşünər, baş tapar. Koşulsuz yardımını sunmayı qəbul etsə belə, bu ana oylayaraq olaylarda bir etki yaratmaz şansı verməyəcəkdir. Deyir ki, əgər hətta bu gəlsə, kuşulsuz şərtsiz, kuşulsuz şərt ərəbcə sözdür, kuşul türkcə, yardımını sunmayı qəbul edərsə, əgər deyir qəbul ediyə ki, yardım eləyə, amma şərtsiz. Mən Azərbaycanlılara yardım eləyəcəm, türklərə yardım eləyəcəm, amma şərtsiz. Dünən dostlarım biri, mənim də Günas TV-də bərnamələrimə gələrdi. Bu adam, bu günlərdə mən ona görə bir şey yazdım, bilmirəm. Burada yox, şeyə yazmışam, inanmıram, onu qoyam, çap olsun bu tezlikdə. Amma weblogımda var, dostlar istəsələr onu görə bilərlər. 22-ci videonun, bu dərslərin 22-cisində bunu yazmışam. Bu Panfarsdır mən dediyim adam və gəlib dünən deyir ki, mən qəbul edirəm ki, millətlərin haqqı vardır, istəsələr təcziyə olsun. Əvvələn təcziyə kəlməsini deyir. Ondan sonra deyir ki, qəbul edirəm ki, bunların haqqı vardır ki, istəsələr təcziyə olsun, amma şərtlər var, demokratik olsun, filan olsun, bəhman olsun. Yəni İran demokratik olsun. Bu demək budur ki, bu adamlar bir şərti şurutla istəyir ki, mən insanların haqqlarını rəsmiyyətə tanıyıram. O harda ki, sən insanların haqqını rəsmiyyətə tanımaqda şərt qoya bilməzsən. Mən bu şərtindən tanırım. Sən şərt qoya bilməzsən ki, bu adam haqqını istəməyə. Məsələn, bəzən deyirlər ki, referenduma gedək. Deyir ki, İranın hamısı getsin referenduma ki, Azərbaycan müstəqil ola bilər ya yox. İrana nə rəbti vardı? Azərbaycanlılar istəyirlər müstəqil olalar, referendumu bunlar elərlər. Bunlar rəy verərlər ki, biz müstəqil oluruq ya yox. Onun da şəraiti var. O da məsələn deyərlər ki, 2 il, 3 il, 4 il hizblər azad olacaqdır, medialar azad olacaq, ruznamələr azad olacaq, dövlətdən icazə almayacaq. Nə hizbi mücəvviz alacaq, nə radio, televizyon mücəvviz alacaq, nə də ruznamə, məcəllə mücəvviz alacaq, nə də kitab, heç zat mücəvviz almayacaqdır. Hər kəsən İran tərəfi də zehnindəki olan radiosu, televizyonu var, hizbi var, töksün ortaya. Azərbaycan tərəfi də töksün ortaya, millət bunlardan seçsin. Ondan sonra gəlsin, rəy versin, desin, ağa, mən nədir? Yoxsa bu olmaz, şimdi ki, Azərbaycan deyək, gəlin biz şey eləyək, referendum eləyək. İspaniyada ya İngilistanda ki, şey oldu, referenduma getdilər, oranın hizbiləri 30 ildir işləyirlər. Siyasi hizbiləri var, istiqlalçı, adı istiqlalçıdır əslən. Ya Kanadada Quebecin rəsmi istiqlalçı hizbi vardı, gedir federal dövlətdə, əvvələn ki, Quebec dövləti əllərini alıblar. Hər 3 səviyyədə, həm kənd səviyyəsində, şəhər səviyyəsində, həm iyalət səviyyəsində, həm də federal səviyyədə əllərini alıblar dövləti. Yəni,
nümayəndələri var məclislərdə, hər yerdə istiqlalıdır, rəsmən danışırlar. Abağa aparanda deyir, mənim radio televizyonda, radio televizyonda gərək onların əlində ola. Hətta dövləti büdcəsi olan radio televizyonlar gərək onların əlində ola. Hər halda biz brainwashlardan beləsi qurtarmalıyıq. Kuşulsuz, şərtsiz əgər bir yardım da verməyi qəbul elərsə, bu ana olaylarda, belə bir olaylarda bir etki yaratma şansı verməyəcəkdir. Deyir ki, bu hizb, belə bir hizb icazə verməz ki, bir etki yaradasınız, bir təsir qoyasınız. Genəlliklə rədd edilir. Deyir ki, genəlliklə də rədd edər. Yəni, ümumiyyətlə, genəllik umumi sözü ki, ərəbcədir, onun türkçəsidir. Rədd edirlər. Və daima ihmal edilə bilir. Deyir, daima ihmal olar. Ehmal sözü türkçədir. Yəni, səhlənkar farsca deyilir, ərəbcə sözdür. Səhlə şeyi. Yəni, ehmal önəmsəməmək edə bililir. Olaraq görülür. Deyir ki, ehmalkarda görürlər. Yəni, çox ehtimam verməzlər, himmət qoymazlar işin üstünə. Dahası bu qarşılıqsız yardım havası onun siyasal gücsüzlüyünü daha iyi vurğulamaya hizmət edər ancaq. Deyir, ancaq nə olar? Bu qarşısızlıq, millət tərəfindən o hizbə, solçulara bir önəm verilmədi, üzv olunmadı, səsinə səs verilmədi filan. Qarşısızlıq, yardım havası. Bu, amma deyir ki, mən şərtsiz yardım eləyəcəm da. Deyir, bu yardım havası tutmaq. Hava, yəni bu mövqeyiyyəti tutmaq, tutum. Bu, bilir, hava türkçədir zahirən. Onun siyasal, o hizbin ya o adamın, o düşüncənin siyasi gücsüzlüyünü daha iyi vurğulamaya hizmət edər. Deyir ki, bunlar onu daha xidmət edər ki, onu görsədər ki, o daha çox zəifdir. Onun eyləmi ilə sümürcə insanının eyləmi arasındakı kopukluğun öngörülməyən və aşılmaz suçları olacaqdır. Deyir ki, onunla, yəni o solçu ilə, onun eyləm dedik ki, əməliyyatdır da, ərəbcə sözdür əməliyyat, eyləm türkçədir. Eyləm, yəni, məsələn, əməliyyat-ı nizami, sui-qəsd, terror. Məsələn, bir nəfər coş deyir, gedirsən onu vurursan. Sən onu dayandıramazsan. Bir şey ki, bir məmləkətdə qanun yoxdur, ona etiraz eləməklə, rəhpeymalı eləməklə o durmaz. Onu gedəcəksən. Ərəblərdən mənim çox xoşum gəlir, bilirsiniz niyə? Çünki ərəblər bir nəfər İsfahanda coç dedi, ya bir söyüş verdi ərəblərə. Durdular, getdilər, onu tapdılar, İsfahanda öldürdülər. Filmini də çəkdilər, qoydular internetə. İndi farslar bilirlər ki, mən ərəbə bir şey deyənmərəm. Tohin eləyənmərəm. Bir nəfər coş deyir, indi məsələn bir dənə video yayıblar, 2 dənə pişik bir-biri ilə danışır, erkək pişik türkdür, farsını ləhcə ilə danışır və o birisi pişik persiyəndir və özün üstün görür. Sən işləyəcəksən, mən xəşləyəcəkəm. Eyni istimar müstəmirən orada dəqiq görsədir ki, erkək yazıq deyir, mən işlirəm, sən mənim pullarımı xəşlirsən məvadda. O da deyir, sənin işləmək vəzifəndir, çünki persiyənlə evlənmirsən. Baxın, elə burada, bu bunu görsədir ki, biz bir məriz sistemi ilə, bunu nə edəcəksən, bunu o timi tapacaqsan, gedəcəksən, onu vuracaqsan. Yoxsa o qanundan, nə bilim, əxlaqdan, insaniyyətdən düşünmür ki. O səni təhqir eləyəcəkdir və sən də durub baxacaqsan, fəaliyyəti milli, mədəni eləyəcəksən. Fəaliyyəti mədəniyə təslim olmaq. Fəaliyyəti mədəni orada mənası var ki, dövlət də mədəni olur. O yerdə ki, dövlət və qarşında olan millət mədəni deyil, fəaliyyəti mədəni mənası yoxdur, anlamı yoxdur. Onun eyləmi, yəni o solçunun, sümürcəçinin, müstəmirəçinin eyləmi, işləri, sümürcə insanının eyləmi arasında, onunki ilə bizimki türklər arasında, bizim işlərimizin arasında
kopukluluğun öngörmələyən, deyir ki, bunun arasında bir qopuqluq var. Qopuq, yəni kəsinti var. Deyir, bu kəsintini ön görə bilmir, qabaqdan görə bilmir ki, baba, hər halda mən İran dövlətinin adamıyam, mən hizb-i xaricərəm, mən filanam, bəhmanam, mən Azərbaycanlıların səsi ola bilmərəm. Və aşılmaz sonuçları olacaqdır. Deyir və bunu da görmür ki, bu qopuqluğun aşılmaz, qeyri-qabili cübran deyək farsça, nəticələri olacaq, sonuçları olacaqdır bu ol. Sümürcənin siyasal gerçəyinə katılma çabalarına karşın kəndi dil və davranışları sürekli uyumsuz kalacaqdır. Deyir ki, sümürcə insanının, bizlərin, türklərin siyasal gerçəyinə, siyasi olunduğuna, vaqiyyətinə, o şey ki, eşikdə vardı, Azərbaycanda türklər, ana dili, Azərbaycan adlı bir vətən, bunlar vaqiyyətlərdirlər ki, eşikdə vardılar. Deyir, buna katılma, yəni bunu qəbul eləmək, buna qatılmaq çabalarını karşın, deyir, bu zəhmətlər, çabalar zəhmət desək burada daha yaxşıdır. Çalışmalarına deyir ki, şirkət eləməyəcək aslında deyirsin. Bu deyir ki, karşın, müxalif olacaqdır. Kəndi ona qarşın, ona müxalif nə eləyəcəkdir? Öz dilin, kəndi dilini, dili və davranışları, davranış dedik ki, rəftar farsça, bunu sürəkli, tez-tez, dalbadal, sürətli, uyumsuz kalacaqdır. Uyumsuz, yəni bu ona yansamayacaqdır, uymayacaqdır, yaraşmayacaqdır. Ondan, məsələn, dedik da, uyum nədir? Məsələn, mənim köynəyim çöhrayıdır, pəmbədir. Buna, məsələn, bir dənə qərə yamaq tikək. Burası yanıbdır, məsələn, bura qərə yamaq tikək. Bu uyumsuzdur. Ya, məsələn, buna bir yaşıl yamaq tikək. Bu uyumsuzdur. Onu istədi, uyum oradan gəlir. Sümürcələşdirilənin bir tələbi qarşısında tərəddüd göstərə bilir. Deyir ki, sümürcə insanının istəyi qarşısında şək ilə baxar. Sümürcələşdirilənin, yəni sümürcə insanının bir tələbi, bir istəyi olursa, tələb ərəbcədir, qarşısında, onun qabağında bu neyinər? Tərəddüd, yəni şək ilə, şübhə ilə yanaşar. Göstərə bilir, yəni tərəddüd göstərir. Ya da rədd edə bilir, ya da onu rədd elər əslən. İndi məsələn, ana biz dili deyəndə, süngün deyəndə, görürsün, pan-İranistlər, Azərbaycanda türklər közlərin pan-İranist, pan-fars bilirlər. Onlar görürsünüz ki, farslardan da belə çox gəlirlər qabağa. Çünki ya tərəddüd elərlər, şək elərlər, ya da əslən qəbul elərlər, rədd elərlər, qəbul eləməzlər. Bu tələbin önəmini həmən kavrayamaz. Deyir ki, bu millətin ana dilim rəsmi olsun, mənim hökumətim olsun, milli hökumət lazımdır. Deyir, bunu kavramaya, bu düşünə bilməz bunu. Qəbul eləyə bilməz. Bu algı, dostlar, bu taza bir sözdür. Algı, idraç. Ərəbcə sözcüğü var, idraç. Dərk eləmək, düşünmək. Bu algıdır. Bu da çox mənim zehnimdə olan algıdan bu duyğusal bir düşüncədir. Əqli düşüncə deyil. Bunu deyim dostlar, insan adında bir canlı var ha. Bu canlı ağıl mövcudu deyil, ağıllı varlıq deyil. Duyğulu varlıqdır. Bunu ağıllı tərpəşmək üçün gərək təlim verəsən, gərək öyrədəsən. Yoxsa bu heç vaxt belə deyil ki, ağlı məsələn şey olsun, ağıl özünün işləsin, çox ehsasının işlər. Bu algı yoxsunluğu onun kayıtsızlığını doğrular gibidir. Deyir, belə nəzərə gəlir ki, onun duyğula algısı, algı dedik idraki, ehsasi, farsça desəm ya fars ədəbiyyatını desəm, hər ikisi ərəbdə, ona görə deyirəm fars ədəbiyyatı, çünki farsı deyirlər. Algısı, yoxsunluğu, bu ehsası yoxdur türkçələrcə. Türklər o cür ki, türklüğü yaşırlar, o yaşaya bilməz. Yoxsunluğu onun kayıtsız dedik ki, yəni iltifatsız, təvəccüh eləmir, mühüm deyil biləsinə. Doğrular
gibidir. Belə nəzərə keçirir, elə o doğrudan qeyri əhəmiyyət vermir məsələyə, bu algılara, türklərin algılarına deyək. Kimi zaman gerçəklikdən ən uzaq milliyyətçilər milliyyətçilərlə yarışmaq istəyən solcu sümürgeci aşırı bir demagojiyə girişə bilir. Deyir ki, kim zaman yəni bəzi zamanlar, hangi zaman? Bəzi zamanlar gerçəklikdən, yəni vaqiyyət ərəbcə sözdür, türkçəsi gerçək. Gerçəklikdən, yəni vaqən həqiqətə inandığından ya filan, ən uzaq milliyyətçilər ki, dahi milliyyətliyə yaxın deyirlər, biraz uzaqdılar. Deyir ki, onlarla yarış müsabiqə, yarışmaq istəyən solcu millətçilər yarış eləsin. Hətta bunların az millətçi olanları ilə, az. Məsələn, deyək ki, qanun əsasiçi, əsli 15-ci. Bunlar az millətçi deyək. Demirik, millətçi azdılar onlar. Şərait onları o cür gətirib ki, onlar bir imtiyaz hələ istəyirlər. Amma deyək ki, bunlar məsələn bir ölçü qoyaq deyək ki, bunlar biraz məsələn istiqlalçı ilə göründüğüm satda, onların düşüncələrinin işimiz yox. Düşüncələrində mümkündür istiqlalçı olar, amma 15-in əsli istəyərlər. Amma məsələn bir iddə insanlar istiqlal istəyirlər. İstiqlalla 15-ci əslin arasında baxsaq, onlar məsələn daha az millətçi görsənirlər istiqlalçılardan. Bunu istədi desin. Deyir ki, o az görsənlərlə belə yarışa girəndə nə olar? Yarışmaq istəyən solcu sümürgəci aşırı bir demagoji. Demagoji sözü taza bir sözdür. Əvam fəribi deyirlər farsça. Həm əvam ərəbcə sözdür. Milləti toğlamaq, rəiyyəti toğlamaq, qarayaxanı toğlamaq sisteminə geçərlər, girişə bilir. Deyir ki, çalışar millətə şüar verməklə milləti toğlasın. Diqqət buyurun, çox çətindir milləti ayıtmaq. Bir adam ki, ilan əhsi çəkirdir, bu ilandır, biri də yazır mar, ya ilan, yazı ilan. Bunu da deyir, bu ilandır, bu ilan. İnsanlar deyirlər ki, o ki, nəxşəsi əhsin çəkibsən, o ilandır. Bu ki, ilan yazmışsan, bu ilan deyil. Çünki o eləyə bilir ki, avam millətin zehni ilə oynasın, duyğuları ilə oynasın. Amma sən ki, ilan yazı ilə gedirsən qabağa, onun yazı gücü olmadığı üçün səni düşünməz. Bizim bir işğalımız ki, milli hərəkətdə var, dostlardan biri hey mənə gündə yazır ki, ağa, kitab nəyə oxuyursan? Bizə kitab lazım deyil ki, indi biz müsəlləh olmalıyıq, indi biz inqilab eləməliyik falan. Dostum, mən də bunu bilirəm ki, biz müsəlləh olmalıyıq. Amma hangi strateji əsasında, hangi düşüncə əsasında, hangi nə bilim, birləşmək əsasında, hangi aydınlıq əsasında? Bunu biz yerə əvvəl kitabları oxuyaq, yollarımızı bunların içindən seçaq. Özü ağıl üzü ilə, duyğu ilə yox. Çünki duyğu 5 dəqiqədən sonra keçər. Bizim uşağımız orada ağlasa, Azərbaycancılar qaladı ağla. Bizim dostlardan biri çox bəy Azərbaycancıdır, indi 3-4 dənə uşağı var. Olubdur sonra, evlənəndən sonra çox bəy. İndi deyir ki, əvvəl uşaq gələr, sonra Azərbaycan. Amma Əli Rza Fərşi onu demir, Abbas Lisani onu demir, Həsən Hüseyn onu demir. Niyə? Çünki insanın o zamanacan ki özü bir şeylə imtihan olmayıbdır, çox rahatdır. O zaman rahat deyil ki, Abbas Lisani kimi gedəsən zindana məhkum olalısan, Əli Rza Fərşi kimi ya Lətif Həsəni kimi yüzlər bunlara tay zindana gedib, ya o xanım ağa ki, ər-arvad tutulmuşdular. Gedəsən, düşəsən zindana, amma deyəsən ki, bax, mənim sütəməl uşağım. Baxın, mən acı bir xəbər eşitdim, bunu deyim. Bizim bir Azərbaycanlı çalışqan xanımımız var. Xanımız var. Bu zindandaydı. Əri də sonra tutuldu, düşdü zindana. Deyirlər, bir 8 yaşında uşaq qalıb xiyabanda. Bir nəfər bunu tapıbdı, bu uşağı aparıbdı, evində saxlayıbdı, yedirdi. Amma uşaq mərizliyibdi, rəvani mərizliyibdi. Psikolojik olaraq mərizliyibdir. O xanım çıxıbdır, bununla belə ki, uşağında biri 2 ilə yaxın zindanda qaldı. Çıxandan sonra da yenə millətçidir. Bununla belə ki, uşağın da əldə, demək olar uşağı mərizliyibdir. Baxın, bu
Bu fərqlidir o millətçi ilə ki, dövlətə işləyir, gəlir, hüququnu da alır falan. Yox, o fərqlidir. Demagoji hər halda giriş deyil, bu demagojiyə milləti tovlamağa da keçə bilər. Bəzi sadə sözlərlə milləti tovlaya bilər. Və bu da sümürcə insanının güvənsizliyini artırır. Deyir, bu da ki, gəldi insanları tovlamağa başladı, ziyalılar bunu düşünərlər ki, bu bizi tovlamağa çalışır. Bu deyir ki, mən Azərbaycancıyam, filanam, bəhmanam, amma indi çıxsaq belə olar, indi çıxsaq elə olar, çıxmayaq xiyabana, biz özümüz öz vaxtımızda çıxacağıq, vaxtı yetişməyibdir. Bu nədir? Bu deyir ki, insanların neynir? Güvənin əldən verir. Güvənsizliyin artırar, millətin onlara inanmamağın artırar. Sümürgəciliyin basit mekanizması hər şeyi anlata bilərkən, deyir ki, sümürgəçiliğin, sümürgə istemarçı fikrinin, düşüncəsinin, sümürgəçilik yəni istemar düşüncəsi. Çiliyin basit mekanizması, sadə işləyi, mekanizm işlək, işləmək sistemi, işləyi hər şeyi anlata bilərkən, hər şeyi aydınlada bilər, anlada bilər. Yəni, siz istemarı düşünsəz, düşüncə nədir? Hər şeyi anlarsınız. Hamımız. Sümürgəcinin davranışlarını açıqlarkən, deyir ki, sümürgə fikri hətta müstəmirədə oturan insanların da rəftarını anlatar, izah elər sənə. Ki, niyə türklər, ərəblər beləsi etiraz edirlər? Niyə bunları istəyirlər? Niyə çıxırlar xiyabana? Niyə İran dövlətini qəbul eləmirlər? Niyə farslığı qəbul eləmirlər? Bunu da hətta deyir, o düşüncə, sümürgəçilik düşüncəsi bunu da şeylər. Deyir ki, davranışlarını açıqlarkən üstü kapalı ya da makyavelci açıqlamalar sunar. Deyir, o solçu, o pan-İranist, o pan-fars həm milləti tovlar, həm də makyavelci bir dəlillər gətirər, sonar, yəni dəlil gətirər. Gətirmək, biz buna sunmaq ədəbidir da, yəni təqdim elər. Mən sizə hörmətlərimi sunuram, təqdim edirəm. Bu da deyir ki, bu makyavelci. Makyavel nə deyir dostlar? Makyavelin xülasə desək budur. Makyavel deyir ki, əsli hakimiyyətdir. Xümeyni də bunu deyir. Dəqiqən həman söz deyir. Deyir ki, hakimiyyəti saxlamaq əcəbi vacibatdır. Vaciblərin ən vacibi budur. Dostlar, indi ki bunu dedim, bir dənə serialı mən 2 dəfə demişəm, bu da 3-cü dəfə deyim. Dünən gecə mən şeyə baxdım, Dəstan serialına, dizisinə. Lütfən xahiş edirəm dostlar, onlar ki, müvafiq idilər ki, biz çıxaq xiyabana, ya müxalif idilər çıxaq xiyabana, Dəstan serialının dünən İsrağa günkü bölümünə baxsınlar. Orada görsünlər ki, Türkün xaqanı, yəni şahlar şahı, Ruslar arvadı bilir ki, ona xiyanət edir, bilir. Ruslar bilir ki, ona xiyanət elərlər, bunu da bilir. Bilir ki, oğlu da xain çıxıb biri, onu da bilir. Amma yenə də neyinir? Deyir ki, mən düşmənlərin arasında da seçməliyəm. Hangisi ilə işləyim, o birisi düşməni. Güclü düşməni yıxmaq üçün az gücü olan düşməndən birləşməliyəm. Onu gedin o serialda görün, bizim bu dostlarımızı görün ki, nə qədər əvam, fəribanə danışırlar. Yəni bu farsca dedim orasını, çox bağışlarsınız. Bu Makyavelin işidir. Milləti hər nə cürsə eləyəcəksən, saxlayacaqsan. Xümeyni dəqiqən Xameneyi o işi görür. Əl-anda o işi siyasət aparırlar. Dünyanın hər yerində bir belə müşkül olsaydı, o məmləkət dağılmışdı. Amma bunlar elə saxlayıblar da. Ya da sümürgə insanını öfkəyə boğan bir şaşkınlıq altında onun kəndində məhkum etdiyi şeyə yüksək səslə bəhanələr bulacaqdır. Deyir ki, ya da neynər o sümürgəçi pan-İranist falan, ya da sümürgə insanını öfkəyə, əsəbani eləmək, öfkə əsəbani olmaq. Əsəbiyyət, əsəbani olmaq, əsəbiyyət sözündən gəlir. Onu ötürək. Əsəbani olmaq ərəbcə sözdür, biz onun öfkədir türkçəsi. Öfkəyə boğan, yəni insanları ehsasatı elirsiniz. Ehsasat duyğu. Duyğularını əl vurursunuz, buna əsəbani elirsiniz. Əsəbani eləyəndə nə olur? O
Məsələn deyir, söyüş verir, savaş verir. Dostlarım bir video qoyubdu. Bir dostumuz çox əcib sözlər verir. Söyüşlər verir. O öfkəyə boğulub bu anda. Bir şaşkın, mütəəccib deyir ki, altında bir şaşkın vəziyyətin durumun altında onun kəndinə məhkum etdiyi şeyə yüksək səslə bəhanələr üretir. Deyir, o şey ki ona məhkum edir biz eşiyə çıxmayaq. Ona deyir, yüksək səslə ona bəhanələr ürətər, bəhanə tapar. O qədər bəhanə tapar ki, biz niyə çıxmayaq xiyabana? Niyə etiraz eləməyək? İndi etirazın vaxtı deyil. Bəzi insanlara traktorun uduzulması biz xiyabana çıxmayaqdan çox önəmlidir. Demirəm o önəmli deyil. Deyirəm ki, çox önəmlidir. Çünki əsli məsələ istiqlal və millətin hüququ deyil. Əsli məsələ budur ki, biz insanların başını nəyə qataq ki, feilən eşiyə çıxmasınlar. Bəhanələr bulacaqdır, tapacaqdır. Qısacası, xülasəsi, iyi niyyətli sümürgəci, bir sümürgəci ki, niyyəti də iyi olsa, yaxşı olsa, kötülüyü rədd edərkən, o halda ki, deyir, pis iş görmək yaxşı deyil, onu rədd edir, əsla iyiyə ulaşmaz. Deyər ki, pislik yaxşı deyil, amma yaxşı işdə görməz. İyiyə ulaşmaz, yəni yaxşı işə də getməz. Çünki onun seçimi iyi ilə kötü arasında deyil. Çünki o iyi ilə kötü arasında, pis ilə yaxşı arasında bir seçim istəmir. Bəlkə nə istəyir? Kötü ilə huzursuzluq arasındadır. Onun seçimi pis ilə aramış arasındadır. Mənim aramışım, farscada aramış, huzur ərəbcədir. Mənim rahatlığım var ya yox. Bir də kötü. İran qalsın, mənim gəlirim olsun. Bunun arasında olar. Onun seçicisi. Solçu sümürgəci sonunda çabalarının başarısını sorgulamaqdan kaçamaz. Deyir ki, bu solçu sümürgəçisi vardı. Sonunda o çalışıbdı çabaları qoyubdu onların başarısını, müvəffəqiyyətini sorğulayacaqdı. Sorğuladı. Mən müvəffəq oldum, olmadım. Bunu özünə deyəcəkdi. Solçu taşkınlıq növbətləri sadəcə yurttaşlarının nifrətini oyandırır. Deyir ki, solçunun taşkın su daşar çay daşar sel gəlir daşır. Ona daşkınlıq deyirlər də. İndi məsələn bir insan burada özü deyir də. Deyir ki, bu solçu adam taşkınlıqlar ki yaradır. Məsələn deyək ki, bir nəfər İranın əleyhinə danışır. O daşkınlıq yaradır İrancılarda, tanrıcılarda. Deyir ki, növbətləri bu gəldikcə də hərdən bir bu adam o İrancılara həml edir. Sadəcə yurttaşların, onun öz yurttaşların neynər? Nifrətini oyandırır. Onların bunun əleyhinə nifrətini ayandırır. İndi deyək ki, Türk İrancı Panfars, Azəriha, bunlar hər dəfə ki bir şeylər yazırlar, taşkınlıqlar düzəldirlər, insanların, Türklərin nifrəti onlara daha çox alır. Bunu istir desin. Sümürgə insanında isə ona qarşı qayıtsızlıq yaratır. Və insanlar da ona görə qayıtsız qalarlar. Əhəmiyyət verməzlər, önəm verməzlər. İltifat eləməzlər. Açıqlamalarıyla sözlərinin sümürgə insanının yaşamı üzərində bir etkisi olmaz. Deyir ki, bu solçunun açıqlama, yəni tavsihat ki verir. Yorumlar ki yaradır, o yorumlarıyla, sözlərinin yorumlarıyla sümürgə insanında, məsələn deyək Türklərin yaşamı üstündə bir etki olmaz, onun bir etkisi olmaz. Yəni o danışar amma bir təsir qoymaz bizim şeyimizə. Çünki iktidarda deyildir. Deyir, niyə təsir qoymaz? Çünki iktidarda deyil o.
solçunu burada deyir ki, iqtidarda deyir. Əgər iqtidarda qoysa, təbii ki, təsir qoyar. Sümürcə insanı ilə konuşmaz. Deyir ki, bu adam türklərlə konuşmaz, danışmaz. Sorular sormaz. Millətdən soru sormaz. Və güvəncə istəməz. Və onların da etimadını istəməz. Siz mənə etimad eləyin, eləməyin, önəm daşımır. O, Əzənlər qrubunun bir mənsubudur. Deyir, niyə? Çünki o, Əzənlər qrubunun sümürgəçilərin yəni bir ünsürüdür, bir mənsubudur, bir onun bağlantısıdır, bir adamıdır. Və kuşkulu bir hərəkət yaptığı ya da ən küçük diplomatik ehtiyat göstərməyi unutduğu an kuşku çəkər. Deyir ki, bu adam, indi mən burada bitirdim, haracanı oxudum. Kuşku bir hərəkət, hər zamancı bir şəkli, kuşkulu, yəni şəkli bir hərəkət eləsə, yaptığı zamanda, ya da ən kiçik diplomatik siyasi bir dillə, ehtiyatçı bir dillə, diplomatik ehtiyat ikisi də göstərdiyi halda göstərməyi unutduğu, deyir ki, ehtiyatı unuta və diplomatik dili də yaddan çıxarsa, siyasi olmaq, yəni mühafizəkar davranmağı yaddan çıxarsa bir ləhzə kuşku çəkər. Ona hamı şəkk elər. İndi burada içəridə bir parantez qoymuşdu. Parantezi oxumadım, onu oxuyayım. Üstəlik, iyi niyyətlinin ona kazandırdığı dürüstlüyü, haqqı olduğuna inanır. Deyir ki, iyi niyyətli sümürgəç də buna inanır ki, mən dürüstəm, yəni doğru danışıram və bu da mənə bir haqq qazandırır. Tamam, ötürək. Mücadilə halindəki sümürgə insanının kuşkularıyla və açıq sorgularıyla utandırmaması gərəkdiyini də qəbul edər. Deyir ki, qəbul edər ki, mücadilə halində olan Azərbaycanlılar, türklər, şimdi mücadilə farslarla, İranlarla mücadilə halindəki sümürgə insanının kuşkular şəklərlə və açıq sorğularla, açıq aydın sorğularla, İranda sən bu adamdan sonra istiqlalçısan, türkçüsən, farsçısan, bunu soruşmayacaqsan. Deyir ki, və açıq sorğularla utandırmaması, onu utandırmamağın gərəkdiyini də qəbul edər. Deyir, qəbul edər ki, bu tamamən açıq suallar verib utandırmayacağım adam. Kısacası hər şey onun yalnızlığını, şaşkınlığını və eksizliyini təyid edər. Deyir, qıssaca desək, xülasə desək, hər şey onun, yəni tamam o davranışlar onu göstərir ki, bu adam yalnız, təhdid, yəni o hizb ya o adam, şaşkın, mütəəccibdir, sərgərdandır, heyrandır, avara, türkçəsi avaradır, bizim türkçədə avara qalıbdır, bilmir neynəsin və etkisizliyini və təsiri yoxdur, toplumda bir iş görə bilmir, göstərir. Yapabileceği tək şeyin səssiz kalmaq olduğunu yavaş-yavaş kavrar. Deyir ki, biləcəkdir ki, yapabileceği, yəni təhcə iş ki görə bilər, səssiz qalmasıdır. Bunu biləcəkdir, anlayacaq, kavraya bilir, yəni şey olur, bunu anlayacaq. İyi kötü alıştığı bu suskunluğun onun için çok daha korkunç bir acı olmadığını, kendisinin olmayan hatta çoğunlukla kendisininkilerle uyuşmayan çıkarlar için soyut bir adalet adına savaşmaya bir anlamda kendini zorladığını söylemeye gerek var mı? Bir tane uzun cümle ama bunu kıstalda bilərik. Beləsi deyək ki, deyir ki,
İyi kötü, yəni yaxşı ya pis. Bu bir fikirlərə alışıbdır. Alışdığı bu susqunluq. Susqunluq bu sukut. Biz indi çoxumuz adət eləmişik buna da. Pis ya yaxşı qəbul eləyək, eləməyək. Bir susqunluğa adət eləmişik. Biz etiraz eləmirik ərəblərə qarşı. Biz ərəblər məsələn çox onlar susqunluğa adət eləməyiblər. Onun üçün də çox nədir? Çox qorxunc, qorxmalı bir acı, qorxmalı və acı bir acı olmayan bir şeyi olmadığı kəndisindən özünün olmayan, bizdən də olmayan, hətta çoğunluqla, yəni əksəriyyətdə kəndisindəkilərin, yəni bizim özümüzündəki, onun özündəkilərin, yəni öz qrupunda olan adamların uyuşmayan, onlarla uyuşmayan çıxarları üçün soyut qabiliyyət əldə ediləcək bir ədalət adına savaşmaya bir meydan açar. Amma deyir ki, bunu özü zorlar ki, bu savaşa girsin ədalət adına. Yəni istəyir bunu deyəsin. Deyir ki, bu adam özündən ötürü olmasa belə, özünün millətindən ötürü olmasa, çalışar ki, məsələn, ədalət adına bir sözlər desin. Deyir ki, bunu söyləməyə gərək yoxdur ki, belə bir işlər eləyə bilər. Son paragrafı oxuyaq və qutaraq. Nəzərimə gəlir ki, izahatımız doldu. Bu susqunluğa dayanmaz. Deyir, amma bu adam bu susqunluğa dayana bilməz. Bizim toplumumuz da bu susqunluğa dayana bilməz. Gecə tezi Azərbaycan və Türk topluluqları ayağa qalxacaq. Çünki bu susqunluğa dayana bilməz. Hər bir nəsl ki qətliam olur, dostlar, bir nəsl, o nəsl ayağa qalxamaz. Biz Şeyx Məhəmməd Xiyabani hərəkətində qətliam olmuşuq. Rıza Şah qurtulunca heç kəs ayağa qalxa bilməyibdi. 25 il cəz sürübdü. 20 il sürübdü. Heç kəs ayağa, yəni 1299-da Şeyx Məhəmməd Xiyabani inqilab eləyibdi. 1325-də də Cəfər Pişəvəri dövlət qurubdu. Bu arada qətliam olanlar inqilab eləməyiblər. İnqilabı ikinci nəsl eləyibdi. Ki, birinci nəslin xatirəsi yoxdur. Ondan sonra yenə də inqilab yoxdur ta 57-yəcən. Ondan sonra da inqilab yoxdur ta indiyə qədər. Çünki hər nəsli təcrübə ki elədi, qorxuya girər. O birisi nəsli ki o təcrübəni yoxdur, onu arzular. Şahçılar da dəqiqən bunu Günas TV-də də mən bəhsə qoymuşdum. Dostlar, illəti bu ki İranda hey baz tolid farsça deyək da burasını. Baz tolid sistem diktatorinin dalısıcandılar. Buna görədir ki, məsələn, Rıza Şah gedibdi, Məmməd Rıza gəlibdi, Xümeyni gəlibdi. İndi Məmməd Rızadan ikinci nəslin, üçüncü nəslin Məmməd Rızanın dövründən xəbərləri yoxdur. Rıza Şahın dövründən xəbərləri yoxdur. Nədir? Rıza Şaha qeydirlər. Bu bir məruzçılıq mütəəssifanə toplumsal və fars toplumu buna çox mübtəladır. Diktatorluğu tolid edirlər. Daimən bazı tolid edirlər, farsça desək. Yenidən ürətirlər. Bu susqunluğa dayanamaz. Bu heç toplum, heç adam, heç bir millət çox uzun zaman susqun qala bilməz. Nə olar? Və həyatını əbədi bir uzlaşma halinə gətirirsə, əgər yaşamını bir uzun uzlaşma, deyək ki, bir təvafuq halinə gətirirsə nə olar? Ən sonunda sümürcəyi tərk etmiş. Deyir ki, nə olar? Onda gedək, sonunda sümürcədə Azərbaycandan gələk çıxa gedə. Tərk etmiş və sunduğu ayrıcalıqları bırakmış buluna bilir kəndini. Deyir ki, onda nə olacaqdır? Azərbaycandan gələk çıxa gedə, sümürcəçilik ki, ona bir şeylər vermişdi, sunmuşdu, təqdim eləmişdi. O ayrıcalıqları, o imtiyazları, onları da buraxması gərəkir. Onları da əldən versin. Siyasi etik, əxlaq, ərdəm. Dostlar, siyasi etiyi, yəni siyasi əxlaqı kimi zaman qaçmaq. Deyir ki, onun Məmməd Rızanın dəqiqən işi buydu. Siyasi əxlaqı ki, hər zaman qaçardı. Deyir ki, kimi zaman qaçmaq, onun bir zaman çox zaman qaçmaq olaraq
dəyərləndirildiyi şey izin verməzsə, deyir, əgər o qaçmaq bunun siyasi durumudur. Deyir, əgər bunu da icazə verməzsə nə olar? Əlində gələni yapacaq. Əlindən hər nə gəlirsə onu yapacaq. Əgər qaça bilmirsə, qalırsa, hər nə əlindən gəlirsə onu eləyəcəkdir. Ədəbli idari jargon dostlar, yəni bir dənə istilahdır bu. İdari sistemdə jargon deyilir zahirən. Bilmirəm, Fransədən alınıbdır. Bu da gələ ola jargon. Ədəbli idarə. İdarədə xoş şalvar geyirlər, təmiz üz gözlərin, zətlərini təmizləyirlər, baş göz təmiz, filan bəhman. Bu xoş danışırlar adama, buyurun, əfəndim filan bunlar. Ədəbli idari jargonunun deyişi ilə bir idari sistemdəki dilindən desaq, jargon dili ilə desaq, belə deyibdir. Metropolun təsarrufuna bırakılmış. Metropol dedik sümürgənin mərkəzi, məsələn Tehran. Metropolun təsərrüfünə, onun ixtiyarına qoyulmuş. Nə mənə? Qoyulmuş olana qədər yetkililəri eleştirəcəkdir. Deyir ki, o günəcan ki, bunlar davam gətirirlər, yetkililər məsullar, yetkili məsul. Deyir, onları eleştiriləcək, tənqid eləyəcəkdir. Onların dilində də belə deyilmişlər. Sümürgə olmaqdan vaz keçəcək. Deyir ki, nəhayətdə də sümürgəci olmaqdan, istemarçı olmaqdan vaz keçəcəkdir. Deyəcək, mən istəmirəm sümürgəci olam. Çəlişkisinə və huzursuzluğuna son vermiş olacaqdır. Onda da çəlişkisinə, tüm çabalarına son verəcəkdir. Əziz dostlar, bu fəsli qutardıq əslində və keçəcəyik gələn 2 gün ömür olursa 61-ci səhifədən başlayacağıq. Yeni başlıqla yeni fəsli. Kəndini qəbullənən sümürgəci. O sümürgəci ki, qəbul edir ki, mən sümürgəciyəm. Bunu bu üstə danışacağıq. Yarın sizi görmək ümidi ilə hamımızı Azərbaycanın və türklərin Allahına, göy tanrısına tapşırdım. Sağ qalın.